Əziz və dəyərli izləyicilərim, nə demək istəyirəm? Bilmirəm sizin müəllimləriniz və ya inandıqlarınız adamlar hansılar ki, danışırlar, öyrədirlər sizi, necə deyirlər bunu. Amma mən şəxsi inkişaf yolunda nəyi əsasən öyrəndim? Ən əsas və vacib məsələ anını yaşamaq. Anında yaşamaq. Ən xeyirli sağlamlıq baxımından, məsəl üçün də ən gəlirli qazanc baxımından, ən bərk və dürüst münasibət baxımından. Çünki sən anında diqqətini verirsən, bütün fikrinlə, zikrinlə, yəni nə işlə məşğulsansa, oradasan. Yəni prosesdəsən. Yəni anını yaşamaq o demək deyil ki, elə hardasa kef eləmək, əylənmək, tipa həyat bir gündür, o da bu gündür, həyat elə ancaq indiki. Yox. Yəni mən məsəl üçün indi əgər mağazamdayamsa, əgər məhsul yoxluyuramsa, yeni gələn məhsulları və s. mən indi buradayam. Bütün fikrimlə, zikrimlə prosesdəyəm. Hə, telefon zəngi gəlib mənim fikrimi dağıda bilər. Məsələn də cavablaya bilərəm onu. Heç çox vaxtı yox, elə olmur, amma məsəl üçün də. Amma yenə də, yəni məndən nə tələb olunur? Özümə sual verirəm. Mən indi hansı roldayam? Məsəl üçün də çox önəmlidir ki, insanların əksəriyyəti bunun fərqində deyillər. Onlar 50.000 cür bir şeyə öyrənməyə çalışırlar, amma başa düşməyərək təməl, əsas prinsipi ki, mən kiməm? Mən indi və anında, yəni hansı bir roldayam? Çünki məsələn, evdə sən özünü bir cür apara bilərsən, həyat yoldaşınla, uşağınla, nə bilim də, valideyninlə, işdə amma sənin başqa bir vəzifən var da, sən həmənki kimin ərköyün ola bilmərsən, məsəl üçün. Elə deyilmi? Problem orasındadır ki, insanların əksəriyyəti bunun fərqində deyillər və evdə bəzən özünü yaxınlarından müəllim kimi aparırlar, övlad kimi aparmaq əvəzinə, hakim kimi aparırlar. Belə də, yəni bilikli birisi kimi də, yəni o öz rolundan çıxaraq. Sonra da deyirlər ki, mən niyə başa düşülmürəm? Mən niyə anlamırlar? Niyə sözümüz üst-üstə gəlmir? Və ya niyə filan bir yerdə mübahisə yarandı? Niyə mənim qarşıma filan bir insanlar çıxdı? Niyə mənim qazancım başladı, yəni azalmağa gəlirim? Gedirlər maliyyə savadlığını öyrənməyə çalışırlar. Gedirlər pul kursuna yazılırlar. Gedirlər nə bilim nə arırlar, nə edirlər. Mənim bu uzun yolum da özüm keçmişəm axı o şeylərə. Axırda hər bir şey gəlir, sadə bir nöqtəyə dirənir ki, sənə hansını o uşaqlıqdan bəri öyrədirdilər, o karşoqa getdiyin vaxtdan bəri. Həyatın bir qaydaları və qanunları var. Bu dünyanın, kainatın, yaradılışdan gələn bir şeylər, prinsiplər. Uşaqlıqdan da sənə onu öyrədirlər. Xeyirxah ol, təşəkkür elə, şükür elə, vicdanla, yəni dürüst yaşa. Niyyətdən gəlsə, içindən gəlməlidir da bu. Yəni belə yalandan manipulyasiya eləməyə çalışım, yalandan belə artığını özümə qopartmağa çalışım bu dünyadan. Sonra başa düşməyim ki, nəyə görə mənim əlimdən alınır, filan yerdə xərcim çıxır, filan yerdə nə bilim də mənə cərmələyirlər, filan bir yerdə bir problem çıxdı. Yəni orada cavab yoxdur da və insan, yəni anını yaşamayan insan, bunu dərk etməyən insan itirir, daha çox itirir.